Herkese salam dostlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Videoya keçməmişdən əvvəl dostlar sizdən xahişim maksimum budur ki, kanala abunə olasınız dostlar. Artıq kanalımız bir 500 abunə, 1000 abunəyə çatsın dostlar ki, daha böyük kütləyə paylaşımlar edək, daha çox izlənək dostlar. Xahişim budur ki, kanala abunə olasınız. Videomu bəyənsənsə like atasınız. Həmçinin dostlar Telegram kanalımızı da takip edə bilərsiniz. Burada kriptovalyutalar və səhmlər haqqında məlumatlar paylaşır, alış-satış siqnalları və son xəbərləri sizlərlə burada paylaşan dostlar. Həmçinin müzakirə qrupumuz da var. Orada qoşulub, daxil olub qoşulub və birlikdə müzakirə edə bilərik səhmləri, kriptovalyutaları. Nə sualınız olarsa Telegramda aktiv olaraq cavab verə bilərəm dostlar. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərə Telegramda məlumat vermişdim. Bankdakı 2 yeni səhmlə tanış edəcəm. 2 yeni səhim hazırlayacağım. Daha doğrusu araşdırmasını etmişəm 2 yeni səhimin videosunu hazırlayıb paylaşacağım. Birinci səhmimiz dostlar Dragon Energy Holdings Corporation şirkəti Nasdaq Stock Marketdə, yəni Nasdaq birjasında listinq olunur. Bu dostlar penny stockdur, yəni çox kiçik səhimdir. Dəyəri 0,100-də, hal-hazırda açılış öncəsi 29 sentdir təxmini olaraq. 0,10.000-də 2894 USD idi dəyəri. Penny stockdur dostlar. Gördüyünüz kimi penny səhimdir. Belə dostlar, məsələn, gəlirsiniz ilk ekrana baxırsınız ki, tüm zamanlarda, yəni bütün tarixlərdə ən aşağı hətta 99% bu səhim dəyər itirib dostlar. Amma daha çox araşdırdıqca dostlar bu səhmin qiymətini anlayacaqsınız. Bu gün də mən sizə bu səhim haqqında danışacağım. İlk öncə qısa məlumat verin dostlar bu səhim haqqında. İlk olaraq deyim dostlar, bu səhim çox riskli səhmlər kateqoriyasına aiddir. Gördüyünüz kimi çox dəyər itirib. Ona görə həmçinin hal-hazırda qazanc qazanmır, mənfidədir. Lakin dostlar bu səhmi indi alsanız, yəni böyük gələcəkdə yaxşı gəlirlər qazanma potensialı var dostlar. 100% deyil təbii ki, amma potensial var. Necə ki Bitfarm şirkəti bizə %187, 182%, hətta 190% qazanc gətirdi. Bu səhmdə bunu təkrarlaya bilər, hətta daha çoxunu təkrarlaya bilər. Belə dostlar, şirkətimizin adı Dragonfly Energy Holding Corporation. Sahəsi dostlar enerji texnologiyaları, bərk hal batareyalar və enerji saxlama sistemləri dostlar. Enerji gələcəyin açarıdır dostlar. Enerjinin yanında texnologiya sözü əlavə olunursa, bu 2 qat gələcəyin açarıdır. Bu şirkətlərə diqqətli yanaşın. Enerji, nadir torpaq elementləri, texnologiya, süni intellekt, çiplər, bu şirkətlərə çox diqqətli yanaşın. Bu şirkətlər gələcəyimizi inşa edir dostlar. Potensialı budur ki, enerji saxlama bazarında sürətlə böyüyür, həqiqətən də böyüyür. Sizə birazdan bu sübutlarını göstərəcəm. Və yaşıl enerji və elektrik avtomobilləri üçün tələbat artırır dostlar. Riski budur ki, kommersiya mərhələsindədir və texnologiya bazarda rəqabətə davam gətirəcəyinə də risklər var. Yəni hal-hazırda yeni borclardan çıxmağa çalışır bu şirkət. Maliyyəsi biraz aşağıdır. Dəyəri gördüyünüz kimi bunu əks elətdirir. Risklər var, təbii ki, risklər də var və risklər biraz çoxdur, çünki penny stockdur. Amma qazanclar həqiqətən də inanılmaz rəqəmlər ola bilər dostlar. Bunu diqqətinizə çatdırın. Maliyyə göstərəcəm baxaq dostlar. Şirkət mənfidədir, dediyim kimi, qazanc qazanmır. Şirkət hal-hazırda sövdələşmələr və borclar hesabına və daha doğrusu həm borclar hesabına, həm də səhm satışların hesabına öz fəaliyyətini göstərir. Amma nə diqqətimizi çəkir dostlar? Son 3 rübdə şirkətin böyümə potensialı çox sürətlidir dostlar. Gördüyünüz kimi gözlənilenden artıq qazanc verir 2024 4-cü rübdə çıxmaq şərtindən. Gördüyünüz kimi son 2 rübdə böyük qazanclar verir. Həmçinin son 3 rübdə də böyüməyə başlayıb. Axırıncı rübdə 38%lik bir sürpriz yaşanıb, daha çox qazanc verir. Bu rübdədə 17 noyabr, oktyabr daha doğrusu tarixində də Kasım səhv eləmirəmsə oktyabr olmalıdır, səhv eləyə bilərəm. Bu rübdədə böyük böyümə gözlənilir dostlar. Həmçinin baxaq dostlar, borclarına baxaq. Borcları 3 aylıqda artıb, təbii ki, bu normal bir haldır. Amma buna baxaq dostlar, illik olaraq gördüyünüz kimi sərbəst nakit akışı, yəni söhbət dostlar, borclardan əlavə bu şirkətin pullarından gedir, nağd pullarından, daha doğrusu gəlirlərindən. Gördüyünüz kimi gəlirlərini artıra bilib və əhəmiyyətli dərəcədə mənfidən çıxmağa çalışır dostlar bu şirkət. Bu önəmli halda. Həmçinin dostlar performansına da baxaq, 3 aylıq performansına. Gördüyünüz kimi 43% net gəliri, yəni xalis mənfəəti -7 milyona qədər artıb dostlar, 9 milyondan. İllik olaraq baxaq, illik olaraq hələ bu 2024 dostlar, 2025-in statistikasında baxaq, görürsünüz, illik olaraq 2024-ə baxanda 2 qat, 2 tam hətta onda neçə qat böyümə gözlənilir gəlirlərində. Yəni bütün tarixdə ən böyük böyümə gözlənilir. Belə dostlar, proqnoz dərəcələndirmələrinə baxaq. Görək proqnozçular bizə nə deyirlər bu şirkət haqqında. Dostlar, səhmləri araşdırarkən proqnozları
baxın dostlar, proqnoz verilən şirkətlərə çalışın yatırım edin. Yəni hər şirkətdə bu məsələn enerji şirkətidir. Digər bunun kimi yəni yüzlərlə şirkət var. Hər şirkətə yatırım etməyə dəyərmi? Xeyr, dəyməz. Ona görə də proqnozlara da baxın ki, bu şirkətlər proqnozçuların nəzərində olsun ki, yəni bu potensialı yüksək olması o deməkdir ki, nəzərlərindədir dostlar. Nəzərlərində olandan sonra artıq yatırım edə bilərsiniz dostlar. Gördüyünüz kimi proqnozçular 1 dollar hədəf qoyurlar dostlar. 1 illik içində maksimum 1 dollarlıq, həmçinin ortalama 1 dollarlıq hədəf qoyurlar. Bu da %257%lik artış deməkdir dostlar. Həmçinin illik gəlir artışları da nə deyir? Bizə deyir ki, artıq 2026-nın birinci rübündə şirkət əhəmiyyətli dərəcədə mənfidən azad ola biləcək. Həmçinin 2028-də də səhm başına 0,8 sent qazanc qazana biləcək dostlar şirkət. Biz də təbii ki səhmlər aldığımıza görə qazanclarımızı artıracağıq. Amma dostlar bunlar hal-hazırda verilən proqnozlardır. Bugün Fed faiz qərarı açıqlanacaq. Bu qərardan bir çox şirkət təsirlənəcək dostlar. Bu şirkət də həmçinin Nasdaq birjasında olan bu şirkət də Delphi Airline şirkəti, yəni hal-hazırda analiz etdiyim şirkətdə təsirlənəcək və bu şirkətdə də proqnozlar qalxa bilər dostlar. Bunu nəzərinizə çatdır. Şirkət riskli şirkətdir dostlar, başa düşürəm. Lakin dostlar şirkətin etdiyi işlər də var təbii ki, sizə bunları göstərəcəm. Deməli dostlar, Dragonfly Energy Holding Corporation şirkətinin 12 gündən belə bir xəbəri var ki, şirkət deməli dostlar Enerji Wakespeed şarj idarə etmə texnologiyası üzərində patent alıb dostlar. Yəni bu yeni bir deməli şarj idarə etmə texnologiyasıdır. Bu texnologiyanı artıq Dragonfly şirkəti patentini alıb, rəsmiləşdirib öz üzərinə. Və bu deməli enerji sistemi də bu enerji idarə etmə, şarj idarə etmə texnologiyası da yüksək güclü avtomobildə qoşquya doldurulması üçün istifadə olunur. Gördüyünüz kimi bir çox üstünlükləri falan var. Həmçinin OEM qəbulunu dəstəkləyir dostlar. Bu şirkət də bayaq da dediyim kimi batareyalar üzərində işləyir dostlar. Bərk batareyalar üzərində işləyir, OEM texnologiyası üzərində işləyir. OEM texnologiyası bazarda çox yayılmıyor. Dragonfly şirkəti OEM texnologiyasının demək olar bazarda ən çox istifadə edənlərdən, yəni liderlərindəndir. Düzdür, şirkət kiçik şirkətdir, zərərlə işləyir hal-hazırda, amma bu texnologiya sayəsində şirkət gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər dostlar. Baxın, yəni şirkətin işləməsini sizə göstərirəm bu xəbərlərdən. Gördüyünüz kimi şirkət daimi olaraq məlumatlar yayımlayır, paylaşır. Yeni nəsil fiberglass səyahət qoşqularını gücləndirmək üçün müəyyən batareyalar falan, enerji tərəfdaşlığı. Yəni şirkət daimi olaraq işləyir dostlar, texnologiyasını artırmağa çalışır. Gəlirləri baxın, məsələn burada xəbərdə də var gəlirləri. İkinci rübündə deməli gördüyünüz kimi 51% OEM texnologiyası üzərində satışları olub. Xalis mənfəəti 28% artıb. Xalis satışda 50% artıb. Yəni şirkət daim olaraq qazanc qazanmağa davam edir dostlar. İnşallah ki bizim də üzümüzü ağ çıxaracaq və yaxşı qiymətlərə gələcək dostlar. Hal-hazırdakı qiymət alış qiymətidir dostlar. Çox yatırım etməyin, bunu sizə öncədən deyim. Müəyyən miqdar edin dostlar. Məsələn, necə deyim? Tutaq ki, məsələn 500 dollarlıq büdcəniz varsa, həmən 500 dolların maksimum 100 dollarını bu şirkətə yatırım edin. 250 dollarınız varsa 50 dollarını yatırım edin. 100 dollarınız varsa 25 dollarını yatırım edin. Yəni kiçik miqdarlarda böyük qazanc qazana bilərsiniz bu şirkət. Təbii ki, risk eləmək istəyirsinizsə 250-nin 250-sini də yatırım edin. Yatırım məsləhəti deyildir bu təbii ki. O sizin strategiyasınızla bağlıdır. Yəni yatırım etmək istəyən istədiyi miqdarda edə bilər. Lakin mənim məsləhətim budur ki, kiçik miqdarlarda yatırım eləyək ki, peşmançılıq olmasın dostlar. Belə, ikinci şirkətimiz Newcorp Development Ltd şirkətidir dostlar. Bu şirkət dostlar nadir torpaq elementləri mədənçiliyi ilə məşğuldur. ABŞ-da nadir torpaq elementləri üzərində mədənçilik eləyir dostlar. Burada haqqında məlumat var. Deməli, Newcorp şirkəti Elk Creek Critical Minerals Project adlı layihəni yönədir ABŞ ştatında, ABŞ-ın Nebraska ştatında daha doğrusu. Layihə niobium, skandium, titanium kimi kritik mineralları istehsal etməyə hədəfləyir. Layihə yalnız mədənçilik deyil, həm də emal və son məhsul istehsal potensialına malikdir. Yəni həm mədənçilik eləyir, həm də onu nəticədə emal edir dostlar. Yəni istehsal üçün, istifadə üçün yararlı hala gətirir. Emal etmək deyə də bu nəzərdə tutulur. Skandium ilə, titanium ilə yanaşı nadir torpaq elementləri də istehsal imkanı araşdırılır dostlar. Yəni nadir torpaq elementləri də istehsal və emal planlaşdırılır. Layihə dostlar show ready mərhələsindədir.
Yəni bir çox icazəli texniki hesabatlar və yerli dövlət razılaşmaları olub dostlar. Yəni artıq deməli başlayacaq dostlar layihə. Demək olar artıq başlayıb. Və layihəni dostlar Amerika Müdafiə Nazirliyi dostlar 10 milyon maliyyə dəstəyi verib. Bunu nəzərinizə çatdırın. Bu çox yaxşı haldır dostlar. Amerika Müdafiə Nazirliyinin bu layihəyə güvənərək 10 milyon maliyyə dəstəyi verməsi. Bu məbləğ skandium təchiz zənciri üzərində mühəndislik, qazma və feasibility tədqiqatlarının istifadə ediləcək. Həmçinin layihə emal mərhələlərini sürətləndirmək üçün pre-construction işlərini artırmaq planlaşdırır dostlar. Şirkət ekoloji, sosial və idarəçilik prinsiplərinə diqqət göstərir dostlar. Yəni şirkət yerli əhalinin qəzəbini qazanmayacağını planlaşdırır ki, yəni mədənçilik edərkən təmizliyə riayət eləyir, ətraf mühit çirklənməsinin qarşısını almağa maksimum çalışır dostlar. Bu yaxşı haldır ki, sabah bir gün mədəni belə etirazlar nəticəsində bağlamasınlar və şirkətdə batmasın dostlar. Yəni bu layihə dostlar şirkətə Müdafiə Naziri, ABŞ Müdafiə Nazirliyi tərəfindən verilib dostlar bu mədənçiliyi işlətmək və 10 milyon da yardım edilib. Bu layihə uğurlu alınarsa əgər dostlar, bu şirkətin dəyəri 20 dollarları belə keçər dostlar, bunu sizə deyim. Güclü tərəflər budur ki, strategik mineral seçimidir. Yəni neobium və skandium kimi minerallar kritik minerallardır dostlar. Bu minerallar həm hərbi sənayedə, həm də mülki sənayedə istifadə olunur. Yüksək texnoloji və müdafiə sənayelərində çox tələb olunur dostlar. Layihə texniki olaraq şouridi mərhələsindədir. Yəni icazələr var, resurslar müəyyən edilib. Feasibility study hazırdır. Yəni əksər şey hazırdır dostlar. İcazə, resurs, yəni müəyyən hazırlıqlar, təlimlər və s. hər şey hazırdır. Dövlət dəstəyi müəyyən qədər var, 10 milyon dollar dəyərində dövlət dəstəyi var və çoxsaylı məhsullar istehsal və emal prosesi olacaq dostlar. Təkcə bir mineral yox, bir çox minerallar, neobium, skandium, titanium və potensial nadir torpaq elementlərinin istehsalı və bu diversifikasiya riski azalda bilər. Yəni bir mineralın istehsalı və emalı yox, bir çox mineral var burada. Belə dostlar, haqqında məlumat budur. Şirkətin dəyəri 5 dollar 58 sentdir, bazar dəyəri öncəsi 1 sent düşüb olub 5 dollar 57 sent. Nasdaq Stock Marketdə listingdir, yəni Nasdaq birjasında. Adı Neocorp Development Ltd-dir demişdim. Bütün vaxtlarda baxaq dəyərinə. Hal-hazırdakı dəyəri qalxışdadır. Bunun alış nöqtəsini deyəcəm dostlar sizə. Şirkət yeni başlayıb fəaliyyətə, gördüyünüz kimi 2022-ci ildən qazancları bildirir. Layihə yeni verilib, ona görə də ümidlər böyükdür dostlar. 7 oktyabrda şirkətin qazanclarının çoxalacağı gözlənilir. Hər səhəm başına %4, mənfi %4 USD gəlir gözlənilir. İllik isə dostlar, illikdə biraz azalma gözləyirlər dostlar. Lakin əgər uğurlu alınarsa bu layihə, bu gözlənilənlərdən artıq ola bilər dostlar. Borc səviyyələrinə baxaq dostlar. Borc səviyyələri çox aşağıdır, çünki maliyyə dəstəyi alıb və nağd pulları həddindən artıq artıb dostlar. 25 milyonluq bir büdcələri var bu şirkətin, çox yaxşı bir haldır. Proqnozlara baxaq dostlar. Deməli proqnoz verib bu şirkət haqqında 7 dollarlıq bir yüksəliş gözləyir maksimum. Ən minimumda 4 dollar. Yəni belə dostlar, çox belə bu proqnozlara fikir verin, amma çox fikir verməyin, çünki həmişə gəlmir bu dostlar proqnozlar. Yəni yüksək də gələ bilər, gəlməyə də bilər. Amma dostlar bu proqnozlara müəyyən qədər fikir verin. Bir təxmin məsələn şirkət analiz edirsinizsə, bir 25-30% bu proqnozlara diqqət edin. Amma mənfiləri görüb həvəsdən düşməyin. Yəni ona görə deyirəm. Bu şirkətin gələcəyi var dostlar, qazancları yaxşı artır. Düzdür, mən bunu sizə yatırım edin deyə məsləhət görmürəm. Yəni nə mənada yatırım eləyə bilərsiniz. Yatırım etmək bu şirkətə mümkündür ki, şirkət gəlirlərini artırır falan, maliyyə dəstəyi var. Lakin yatırım etmək və etməmək sizin qararınızdır, buna görə deyirəm. Şirkətin məsələn təxminləri var burada. Gördüyünüz kimi 3 aylıqda gəlirlərini artırmağa çalışırlar və 2029-da böyük gəlirlər qazanmağa başlamağı planlaşdırırlar. Səhəm başına 2 dollar 26 sent. Bu yaxşı miqdardır dostlar. Yəni buna görə bu şirkətin müəyyən qədər bir təxmini məsələn 500 dollarlıq büdcədən bir 90 dollar, 80 dollarlıq, 250 dollarlıq büdcədən təxmini 500 dollarlıq büdcədən bir 150 dollarlıq dostlar məsələn belə götürək. 250 dollarlıq büdcədən təxmini 100 dollarlıq bir 100 dollarlıq büdcədən isə 40-50 dollarlıq yatırım edə bilərsiniz bu şirkətə. Belə. Şirkətin gələcəyi var, risklidir. Yəni layihə alınmasa şirkətdə böyük problemlər ola bilər, amma dövlət dəstəyi var və inkişafa davamlı olaraq cəhd edir və gəlirlərini də artırmağa çalışır. Buna görə ümidliyəm bu şirkətdən dostlar. Həmçinin faiz endirimləri bu şirkətə də yaxşı təsir eləyəcək.
Belə dostlar, bugünlük bu qədər. Video bəyənsə like ata bilərsiniz. Sualınız olan şərhləri bildirə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.